Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu həftə görək Şir və Əqrəb bürclərin nələr gözləyir. Bu həftə Şir bürcün sağlıq barədə yenə çox düşüncədə problemləri ilə üz-üzə qalan, qarşı-qarşıya qalan və bu problemləri həll edə bilmədiyi üçün baş ağrıları, göz ağrıları bu təzyiq ola bilər və boyun ağrılar. Bu həftə şirlər biraz sanki səhhətləri ilə bağlı çox uğraşacaqlar. Əslində ciddi bir problem yoxdur, amma bu sinir ağrıları, bu sinirlənmələr, problemlər sizin sağlığınıza zədə vuracaq. Şir bürclərin para pul barədə bu həftə bəli problemləri həll etmək üçün yeni addımlar atacaqsınız. Əslində yolunuz açıqdır, biraz çəkinəcəksiniz, sanki bir şeylərə pul yatırım edək, bir iş yeri açaq və yaxud da bir obyekt edək, və yaxud da yeni bir işə getmək üçün biraz narahatsınız, çünki risk etmirsiniz. Amma bu həftə addım atsaz sizin üçün udoblu olacaq, çünki bir işıq ucu problemlərinizə görə sizin üçün görünəcək. Sevgi barədə isə hələ də gözləmədəsiniz, çünki istədiyiniz sevgini tapa bilmirsiniz, istədiyiniz şeylər, yəni sevgi barədə ürəyici olan birilərini tapa bilmirsiniz, yaxud qarşınıza mı çıxmır və hələ də keçmişinizdən də bağlı gözləmələriniz var, hələ də gözləyirsiniz, çünki keçmişə çox bağlısınız ona görə. Görək Əqrəb bürclərini bu həftə nələr gözləyir. Bu həftə Əqrəb bürclərində sağlıq barədə güclənəcəklər. Əslində sağlıqları ilə bir durum düşünmədən direkt işlərinin peşindən gedəcəklər. Sağlıqların da olan problemləri artıq göz ardı edəcəklər. Çünki vacib olan problemləri üçün sağlıq barədə düşünməyəcəklər, problemlərini düşünəcəklər. Amma bilin ki, sol tərəfdə ürək ağrıları və qol uyuşmaları olacaq sinir stressdən. Bunu da mütləq şəkildə doktorla bağlı müraciət edin. Para pul barədə Əqrəb bürcləri yenə xəyallar, yenə düşüncələr, yenə analizlər edəcəklər və hələ bu həftə gözləmədə olacaq para pul barədə çətinliyi olacaq. Xərcləmələrinizə də biraz diqqət edin Əqrəb bürcləri. Sevgi barədə isə yenilik var, yeni tanışmalar, yeni gələn qismətlər və bu həftə möcüzəvi tanışmalar və yaxud da küslü olanların barışmaları sevgi barədə istəyir keçmişdən, istəyir yenisində yenilənmələr var. Təşəkkür edirəm dostlar.